XLOOKUP-ın davamı olaraq match modu izah edirik. Ümumiyyətlə, XLOOKUP funksiyasının sintaksisində match mod var. Bayaq dediyim, yəni əvvəlki videoda dediyim kimi kvadrat mötərizə açılmış hissələri indi izah edəcəm. Match mod bayaq dediyimiz kimi axtarışın tipini təyin edir. 4 seçim formatı mövcuddur. Təxmini axtarışlar falan dedik, amma simvollarla axtarışı, yəni 2 olan hissəsini demədik 4 seçimdən. Buna wildcard karakterlər də deyilirlər, yəni joker simvolları deyilir. Ulduz işarəsi, sual işarəsi istifadə edildikdə bu axtarış tipindən istifadə olunur. Baxın, burada bizim məhsullar olan bir cədvəlimiz var. Amma burada biz məhsulların hansı markaya aid olduğunu yazmamışıq. Sadəcə məsələn Paltaryan yazmışıq. Amma burada Paltaryan LG yazılıb. Smartfon yazmışıq. Burada smartfon sadəcə baxaq nə kimi yazılıb. iPhone 15 kimi yazılıb. Biz burada məhsulun sadəcə adını yazmışıq. Yəni markasız olmadan qiymətlərini tapmaq istəyirik. Bu zaman nə edirik? Sadəcə simvollarla axtarış etdikdə necə yazırıq? Yenə XLOOKUP funksiyasını yazırıq. Ümumi olaraq dırnaq işarəsi açırıq. Dırnaq işarəsinin içərisinə ulduz işarəsini yazırıq. Yenə də dırnaq işarəsini açırıq. Vergül qoymazdan əvvəl bu işarəni yazırıq. Biz nəyi axtarırıq? Bunu, elə deyil. Bunu yazandan sonra bu şəkildə bağlayırıq. Daha sonra yenə dırnağı açırıq. Dırnağı açdıqdan sonra ulduz işarəsi, yenə dırnaq bağlanır, vergül atılır. Axtarılan qiyməti bu formatda yazdıq artıq. Axtarılan massivi bəs necə seçəcəyik? Axtarılan massiv bizdə nədir? Məhsuldur, elə deyil. Seçdik bunu. Vergülü atırıq. Əldə edilən massiv bizdə nədir? Bizə nə lazımdır? Qiymət. Bu şəkildə yazırıq. Əgər tapılmazsa hissəsini falan boşda qoya bilərik. Amma bu hissəni bayaq dediyimiz kimi ikili axtarış. 2 ilə seçirik. Seçdikdən sonra da bağlayırıq. Bircə dəqiqə. Əldə edilən massivi yazdıq. AADD-ni yazdıq. Burada səhv eləmişəm. Bir vergül artıqdır. Gördüyü 980 Paltaryanın qiyməti idi. Enterə bastıq. Digər məhsullarında qiymətlər çıxdı. Yəni, burada məhsulun biz markasını bilmədən, adını yazaraq bu şəkildə qiymətlərini tapa bilərik. Normal olaraq. Daha sonra keçirik axtarış istiqaməti, search mode. Search mode ümumiyyətlə nədir? Axtarışın istiqamətini təyin edir. 4 seçim formatı məlumdur. Amma bizə əsas olan 2 seçim formatı lazımdır. Birincisi susmaya görə olan bir arqumentidir. Birincidən sonuncuya doğru axtarış edir. Mənfi bir isə əksinə axtarış edir. Yəni, tərsinə olur, sonuncudan birinciyə doğru axtarışı edir. Bizə belə bir cədvəl verilib və burada müəyyən tarixlər var. Tarixlər də deyək ki, dekabrın 12-sindən gəlir dekabrın 22-sinə qədər olan tarixləri əhatə edir bizim üçün. Biz bir məhsulu müxtəlif günlərdə sata bilərik, elə deyil. Bunların fərqli qiymətlərə satmış ola bilərik normal olaraq. Gəlin bunları necə yazırıq? Bunu tapaq. Deməli, burada, daha doğrusu, gəldik bu hissəyə, XLOOKUP-ı bastıq. Bizə nə lazımdır? Axtarılan qiymət lazımdır. Axtarılan qiyməti seçirik, vergül atırıq. Axtarılan massiv lazımdır. Axtarılan massiv nədir bizdə? B-dir. Məhsulun adları burada yazılıb. Yəni, burada axtaracağıq bunu. Axtarılan massivdən sonra əldə edilən massiv nədir? Hansı qiymətlə bunu bizə qaytaracaq? Y-ni basırıq. Yəni, Y sütununda qiymətlər yazılıb. Daha sonra nə edirik? Əgər tapılmazsa hissəsini boş qoya bilərik, ya da saxlaya bilərsiniz ki, burada boşluq da ola bilər. Amma burada birincidən sonuncuya doğru seçirik. Yəni, 1-i seçirik. 980 alırıq. Paltaryan LG. Birinci, yəni dekabrın 15-də satılıb 980 manata. Birinciyə sonuncuda deyək, 980 manata satılıb. Anladıq. Bəs bunun sıra nömrəsini, Paltaryan LG deyəndə birinci satdığımızın sıra nömrəsini necə tapacağıq? X-match funksiyasını tətbiq edəcəyik. Axtarılan qiymət nədir? Yenə Paltaryandır. Elə deyil. Axtarılan qiymət Paltaryandır. Harada axtarılır? B massivində axtarılır. Elə deyil. Bu hissəsində yenə boş qoya bilərik, lazım deyil. Yenə də burada birincidən sonuncuya doğru olanı tətbiq edəcəyik. Yəni, 1-i tətbiq edirik.
5. Baxaq ki, 5-də paltaryan elci var. Bəli, dekabrın 15-də satılan paltaryan, yəni 980 manata satılan paltaryan 5-ci sıradadır. Amma biz yenə axı dekabrın 22-də paltaryan satmışıq axı. Bunun cavabını bəs necə ala bilərik? Yenə gəlirik funksiyanı yazırıq. X lookup açdıq. Axtarılan qiymət paltaryan. Axtarılan massiv məhsul. Elə deyil. Məhsulu yazırıq. Bircə dəqiqə. Məhsulu yazırıq. Bizə nə lazımdır ondan sonra? Qiymət. Bizə qiymət versin, məbləği versin ki, nə qədərdir. Bu hissəsini yenə də boş qoya bilərik. Bunu boş qoyduq. Bizə nə lazımdır? Sonuncudan birinciyə doğru versin bizə cavabı. Elə deyil. Yəni sonuncunu versin. Gördünüz, buradakı 1000 manatı verdi. Dekabrın 22-si satılmış paltaryan artıq 1000 manata satılıb. 20 manat artıb 980-dən 1000 manata gəlib çıxıb. Bəs bunun sıra nömrəsini yazmaq üçün nə edirik? Eyni şəkildə buradakı funksiyanı kopyalayaq. Bir dəqiqə. Gəlin bu funksiyanı yenidən yazaq. Xmatch. Xmatch yazdıqdan sonra nə yazırıq? Xmatch yazdıqdan sonra buna istinadən tapırıq da, elə deyil. Vergülü atırıq. Məhsulu tapırıq. Vergülü atdıq. Bir dənə də vergül o hissə boş qala bilər. Bayaq dediyim kimi 5-cidir. Gəlin buradan kopyalayaq. Köçür. Gətirib burada kopyalaya bilmədim, eyb yox qalsın. Funksiyanı yenidən yazaram. Burada deməli Xmatch yazdıq. Axtarılan qiyməti yenidən yazdıq. Axtarılan massivi yazdıq. Bizə sıra nömrəsi lazımdır. Buranı boşluq kimi buraxa bilərik. Bura 1 yazırıq. Bağladıq. 5. Gəlin buradan eləyək. Xmatch. Axtarılan qiymət budur. Axtarılan massiv yenə də bu hissədir. Bu hissəni boş qoyacağıq. Burada -1 yazacağıq. Sonuncudan birinciyə doğru deyir çünki. Sıra nömrəsi neçə yazdı? 12. Həqiqətən də baxırıq ki, ən son paltaryan satılan, yəni sıra nömrəsi neçədir? 12. Dekabrın 20-sində 12-ci sıradan 1000 manata paltaryan satılıb. Ümumi olaraq da axtarış istiqaməti, yəni search modunda ümumi izahı bu qədər idi. Növbəti dərslərdə görüşənədək.